n bərabərdə 5 olursa 4n kvadrat plus 4n plus 120 bölünsün kök altında n üstü 4 plus 2 n kub plus n kvadrat ifadəsini deməli tapın deyir bizə. Bu ifadədən deməli sürətdən 4'ü çıxarsaq, buradan n kvadratını çıxarda bilərik. Gəlin yazaq deməli. 4 vursa n kvadrat plus n plus 30 bölünsün. Bundan da kök 6 da n kvadrat plus 2 plus 1'i çıxardırıq. Burada da sürəti hələ ki olduğu kimi saxlayaq. Burada isə bu ifadəni biz n plus 1'in kvadratı kimi yaza bilərik. Yəni müxtəsər format üstürü. Bu olsun n plus 1'in kvadratı. Bu da bərabərdir 4n kvadrat plus n plus 30 bölünsün kök altında. Deməli bunları yəni eyni bir kökün altındayız. Yəni eyni bir kvadratın altındayız. N vurulsun n plus 1'in kvadratı. Bu da bərabərdir. Bununla bu gedər. Onda qalacaq 4 vurulsun n kvadrat plus n plus 30 bölünsün n vurulsun n plus 1. Burada gətirib yerinə qoysaq deməli olacaq buradan 4 vurulsun 15'in kvadratı plus 15 plus 30 bölünsün 15 vurulsun 16. Burada olur deməli 4 vurulsun 270. Burada bir tane deməli burada 270, burada 15 vurulsun 16. Burada 1 4, burada 1 18 bərabər 18 bölünsün 4 bərabərdir 4,5. Cavabımız 4,5. Əgər rica bəyənirsinizsə, bir faydası toxu. Zəhmət olmasa kanala abunə olub videoları bəyənməyi unutmayın. Sağ olun, salamat qalın.